8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının xanım vətəndaşlarını Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin çoxsaylı üzvləri adından təbrik edirəm. Bilirik ki, bəşəriyyətin hər bir güşəsində yaşayan xanımlar öz həyatında güc, sevgi və mərhəmət simvolu sayılır. 8 Mart tarixi çağdaş dünyamızda qadınların rolunu və nailiyyətlərini qeyd etmək, onlara hörmət və dəyər vermək üçün əla fürsətdir. Azərbaycanda yaşayan qadınlar da öz vətənlərinə böyük töhfələr verirlər və müstəqil bir cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Bu baxımdan biz kişilər Azərbaycan xanımlarını cəmiyyətimizin yarısı deyil, bütünü hesab edirik. Danılmaz həqiqətdir ki, bir millətin gələcəyi analarımızın övladlarına verdiyi tərbiyədən, istiqamətləndirdiyi yoldan asılıdır. Cəmiyyətlərin xoşbəxtliyinə bu prizmadan yanaşsaq, Azərbaycan xanımlarının nə qədər dəyərli, nə qədər fədakar və nə qədər vətənpərvər olduğu aşkar görünür. Məhz Azərbaycan xanımlarının yetişdirdiyi övladlar sayəsində ölkəmiz ərazi bütövlüyünü təmin edə bildi. Bu minvalla başda şəhid anaları olmaqla bütün xanımlarımıza həyatın hər sahəsində uğurlar, xoşbəxtlik və sağlamlıq arzulayıram. Əminəm ki, yetişdirdiyiniz övladlar sayəsində Azərbaycanımız gələcəkdə daha çox qələbələrə imza atacaq. Hər zaman özünüzə inanın və çalxalanan dünyamızı daha gözəl bir sabahlara çevirməkdə davam edin. Bayramınız mübarək olsun, əziz xanımlar.